Bismillahirrahmanirrahim. Müsəlman yalan danışa bilərmi? İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin əməllərdən hesab olunur. Quran-ı Kərimdə də bu mövzu ilə bağlı ayələr mövcuddur. Nəhl surəsinin 105-ci ayəsində Mütəal Allah buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Onlar əsl yalancıdırlar. Hədislərin birində də İmam Sadiq əleyhissalam belə buyurur: İnsanların ruku və səcdələrinin uzun-uzadı olması sizi aldatmasın. Bu, adəti üzündən də baş verə bilər. Onların düzlüyünə və etibarlılığına diqqət yetirin. Digər bir hədisdə İmam Baqir əleyhissalam buyurmuşdur: Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə şərabdan da pisdir deyə buyurmuşdur. Gördüyümüz kimi yalanla günahlar arasında sıx bir rabidə mövcuddur. Yalan danışan şəxs yalan sözü doğru danışarsa rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur. Bir nəfər Həzreti Peyğəmbər sallavatullahın yanına gələrək sual edir: Ya Rasulallah, mən namaz qılmıram, günah işlərlə məşğulam, yalan danışıram. Bunlardan hansı birini ilk növbədə tərk edim deyə sual edir. Həzreti Peyğəmbər sallallahu ona yalanı tərk etməyi ilk növbədə məsləhət bilir. Həmin şəxs bir müddətdən sonra günah bir iş görmək istədikdə Həzreti Peyğəmbər sallallahu sözü yadına düşdü və Peyğəmbərə doğru cavab verməlidir. Əgər doğru cavab verməsə cəzalanacaq. Ona görə günahlarından tövbə etdi. Digər bir hədisdə də bir nəfər Həzreti Peyğəmbər sallallahu sual eləyir: Ya Rasulallah, müsəlman qorxaq ola bilərmi? Peyğəmbər sallallahu buyurdu: Mümkündür, bəli. Müsəlman paxıl ola bilərmi? Buyurdu: bəli, mümkündür. Müsəlman yalan danışa bilərmi? Həzreti Peyğəmbər sallallahu müsəlman yalan danışa bilməz deyə buyurmuşdur.